Balakən rayonunda həyətyanı ev satışa çıxarılır. Bazardan 700 metr aralı bir məsafədə yerləşir. Mübariz İbrahimov küçəsidir. Ev Uqulavoyda yerləşir, yəni asfaltın tam kənarıdır. Bu hissədən evə daxil olmaq olur. Hər iki tərəfli asfalt yoldur. Gördüyümüz ev köhnədir, yəni torpağı 12 sotdur. Cürbəcür meyvə ağaçları. Dəmir listdən hasar alınmışdır. Qarşısından daimi axar su keçir. 2 nəfər də torpağı alıb əldə edə bilər. Qeyd etdiyim kimi Uqulavoyda yerləşir. Qeyd etdiyim kimi ev köhnədir. 2 nəfər də bu torpağı alıb əldə edə bilər. Kupçalıdır. Qaz xətti, işıq xətti, su xətti, internet xətti qarşısından keçir. Qiyməti 50.000 manata təklif olunur. Real alış şərti ilə yaxınlaşsanız qiymətdə endirim olacaqdır. Kupçalıdır.